Bilirsiniz, bundan ötürü yenə deyirəm, cəmiyyətdə bir xanım gözəl müəllimə bildirdi ki, Dilçi müəllimə bildirdi ki, çox gözəl dedi ki, bu kimsə başlamalıdır. Mən Aynur xanım deyirəm ki, bu otaq sizə hər zaman qurbandır. Nə istəyirsiniz, eləyə bilərsiniz. Alim deyəcəksiniz, hansı alimi deyirsiniz, dəvət edəcək. Hansı şəxsiyyəti deyəcəksiniz, Azərbaycanda tanınmış, onu dəvət edəcəm ki, tək ki, gənclərimiz nə isə əldə eləsinlər. Biz əldə elədiyimizi eləmişik. Üzr istəyirəm, bir dənə də söz əlavə edeyim. Deməli, Xurşudbanu Natəvanın varislərindən olan Fəridə Hicran xanım dünən gəlmişdi. Deyir ki, Vəhdət Partiyası haqqında mən gənc ikən eşitmişdim. Amma tam özümü burada hələ formalaşmış görə bilmirdim. Amma bugün deyir, hara gedirəm, təbliğ eləmək lazımdır. Sevərək təbliğ edirsəm, Adəm bəyi təqdim edirəm. Elementar olaraq biz bu masaya birinci yığılışanda kiçik bir şirniyyatla, tortla biz burada açılışı qeyd elədik ki, xeyirli uğurlu olsun, xeyir duanızı aldıq. O qədər təvazökar insansınız ki, kəsdiyiniz tortdan özünüz də yemədiniz, amma düşünürəm ki, gələn dəfə yiyin, bizim ürəyimizdə qalmasın. Biz də arzulayırıq ki, bu dəyərli masamız günü-gündən böyüsün. Çünki bizim niyyətimiz və ürəyimiz çox genişdir. Və düşünürük ki, bizim bu iclas zalımız, böyük konferans zallarımız daha böyük olsun. Çünki gələnlər çoxdur. Hər bölgədən var. Sumqayıtdan gələn Kamran Orucova xüsusi təşəkkürümü bildirirəm. Baxın, bugünkü gün mənim bir rəfiqəm var, həm də məktəb illərindən sinif yoldaşlarımız var. Birinci sinifdən ilk sinif yoldaşlarım və bu da sinif ən sadiq onlar olur həyatda. İnandığım İnstitutdakılar 50-50-dir, universitetdə oxuyanlar. Məktəb birincidən 11-ə kim oxuyub, onlardan sadiq olmur. Hansı, bilirsiniz niyə görə? Bunun səbəbi var. Bunun ən gözəlini, sən hansı vəzifədə olursan ol, yenə o uşaqlığın o ilə böyüyüb. O sənin pisiyi də bilir, yaxşığı da bilir. Həyat yoldaşıyla gəlib sinif yoldaşım. Təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun. Çox istəyən var. Arzu edirəm ki, sizin yeriniz daha böyük, daha geniş olsun ki, mən bura bütün sinif yoldaşlarımı və əhatəmdən bir də sizə bir söz deyim. Siz bunu istəyirəm ki, biz əgər partiyanı, dövlətimizi sevərək dəstəkləyiriksə, geniş layihələrimizin tərtibatçısı sizə güvənirik ki, siz də bizim istəklərimizi önə çıxarın. Çünki xaricdən də məni gözləyirlər. Artıq xarici ölkələrdə, Kanadada var.